Mənim 16 yaşlı oğlum yay tətilində işləmək istəyir. Onu hansı sahələrdə işə düzəldə bilərik və gündə neçə saat işləyə bilər? Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlamaq qadağandır. 15-18 yaş arası şəxslərdə isə yalnız onların həyatına, sağlamlığına və mənəviyyatına mənfi təsir göstərməyən işlər üzrə əmək müqaviləsi bağlana bilər. Əmək Məcəlləsinin 98-ci maddəsinin 5-ci hissəsində göstərilir ki, 15-16 yaşlı şəxslər həftədə maksimum 24 saat, 16-18 yaşlılar isə maksimum 36 saat işləyə bilər. Əmək Məcəlləsinin 250-ci maddəsinə görə uşaqlar yeraltı işlərdə, zərərli maddələrlə təmasda olan sahələrdə, ağır fiziki əmək tələb edən işlərdə işləyə bilməz. Həmçinin onu da qeyd edək ki, Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 58 nömrəli qərarında yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraitinin şərtləri zərərli və ağır olan istehsalatlar, peşələr, habelə yeraltı işlərin siyahısı qeyd olunub. Bundan əlavə, Əmək Məcəlləsinin 247-ci maddəsinə əsasən yeniyetmələrin əmək hüquqları xüsusi təminat altındadır. Onlar sınaq müddəti olmadan işə qəbul olunur, istirahət və məzuniyyət hüquqları isə daha genişdir. Bu müddəalar uşaqların həm inkişafına, həm də hüquqlarına zərər gəlmədən işləməsini təmin etmək üçün nəzərdə tutulub.